Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniya səfəri çərçivəsində Almaniyanın Xarici Əlaqələr Şurasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayıb. Խոսքը Barigalus Germania, Mr. Prime Minister. Welcome to Հայգարուս Գերմանիա պարոն վարչապետ, Lentazın məlumatına görə Almaniyaya xoş gəldiniz sözünü ermənicə deyən səfir sonra ingilis dilində keçib. Bu münasibətlərimizdə ən sabit və dinc dövrdür və buna həm biz, həm də siz nail olmuşuq. Biz çalışdıq ki, övladlarımız və nəvələrimiz bu ağrılı və uzunmüddətli münaqişəni miras almasınlar. Ümid edirəm ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Azərbaycan sözsüz ki, sülh gündəminin təşəbbüskarı olub, deyə səfir bildirib. Ağayev Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid ifadə edib. O bildirib ki, bu çərçivəyə TRIP layihəsi də daxildir və həmin layihə Azərbaycanla Naxçıvan arasında maneəsiz yolun təmin olunmasını nəzərdə tutur. Səfir bu prosesdə son maneə kimi Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini qeyd edib. Ümid edirik ki, bu məsələ də aradan qalxacaq və biz rəsmi şəkildə sülh müqaviləsini imzalaya biləcəyik, deyə Ağayev vurğulayıb.